Değerli yoldaşlar, bu neydi üzr istəyirəm. Bu günləri stratejilərimi necə işlədiyini sizə göstərəcəm və təqdim edəcəm. Məqsəd nədir? Çünki mən hal-hazırda 100 minlik fon hesab götürmüşəm və bu günlər 100 minlik fon hesabında bir challenge, bir əməliyyat aparacaq. İnşallah onu da strategiyamla göstərəcəm. Düz indi hal-hazırda planşetdən mən əməliyyatları aparacağım və yatırımı mobil vasitəsilə edəcəm. Sonda da yatırım və qazancı göstərəcəm sizə. Haydi bismillah, başlayaq. Baxaq, gold hal-hazırda artım oranı 1.38%-dir. İlk öncə 15M-ə baxırıq. Mən 15M-dən çox baxmıram, çünki bu mənə yetərlidir. Mənim üçün yetərli olduğundan ötürü böyle bir content var. Bu bizim scalping dersimizdir. Hansı ki en çok istifadə etdiyim. Bu FBG deyən dostlarımız anlayır biz. FBG deyən dostlarımız anlayır. Bu FBG-ni götürüb getməyib baxır. Mənə çatmır da, nə bileyim. Hal-hazırda bazar burada, görürsünüz yoldaşlar. Baxın, bazar burada artıq fiyatları cəmləyib. Bu hansı ki bu alan var, bizim bu təyin etdiyimiz alan. Bazar burada artıq fiyatları cəmləyib və ondan sonra görürsünüz artım yaşamaya başlayır. Biz burada kısa bir scalp etmeye çalışacağız. Şimdi bir saniye. Şurada en çok sen ne verirsen ben 220 bin. Ailen bile sana yalan söylüyor. Türkiye gibi bir yer. Sosyal medyadan çocuk içerikleriyle. Tamam. Şimdi bakıyoruz buradan. Sesini alalım. Buradan götürürük. Bir saniye yakınlaştıralım. Ben de götürüp fitillə götürüp daha sonra burada contentimize bakıyoruz yine. Tamam, SP alanları məlum məsələ, SP alanlarımız da var. İndi artımı burada değmeyi gözləyirik. Ondan sonra 5M-ə baxırıq. 5 dəqiqəlik. Aha, ve burada bir nüans var. Bir bakak. Bakalım arkadaşım, bakalım. Tamam, burada dönüş edeyim. Diktasyonu götürüp buraya da götürüp bize lazım olan alalım. Buna usta fiyatın gedeceği yer bana mesela buradır. Yani oynattım bunu. Bir saniye. Tamam. Hay. Şimdi bunu götürüp buraya koyalım. Şimdi bir dəqiqəliyə baxırıq. Bir dəqiqəliyə baxırıq, artıq burada yatırımımızı edəcəyik inşallah. Mən də MT5'ə bağlanım. 10 lotluq bir əməliyyat açacağım inşallah. Bir 10 lot. 10 lotu qeyd edək. Vay 10 lot vermir. 3 verir, 4 vermir, 3 verir, 3 lot maksimum. Tamam olsun. Bir problem yoktu. Yine artışladı. Görürsünüz. Bir dəqiqəliyi də əməliyyatlarımızı da icra edək.
saniye. Artım yaşayarak gedir elə ki. Biz burada artıq nəyi gözləyirik? Yəni dönüşü gözləyirik. Tamam uşaqlar. Yəni belə bir alanda artıq bu fiyat uçaraq gedib. Yəni uçaraq gedibsə artıq biz oradan əməliyyata daxil olmuruq. 26-nı açaq bir nə. Tamam. Bax məsələn buradan mən buy girə bilərəm. Yəni qısa scalp ilə buy girə bilərəm. Sadəcə girməm, giriş etməm, risklidir. Çünki fon üzərində tezə başlamışıq əməliyyat aparmağa. Gözləyirik də hələ ki. Hələ ki gözləyirik yoldaşlar. Tamam, bir dənə də buradan belə baxaq. Mənim məsələ burada götürürüm. Biraz uzun olacaq, yəni uşaqlar biz əməliyyatda icra etməyə çalışırıq. Biraz uzun olacaq, yəni ki mən sadəcə necə əməliyyat aparıram onları sizə göstərirəm. Stratejiləri necə qururam, tamam mı? Aynı məsələsini bizim reaksiyonlarımız. Bir saniye. O lig seviyesi doğru değil. Daha sonra artım yaşayacaq. Artım yaşayacaq yaşamasına. Mən hal-hazırda mənim üçün önəmli olan yer var ki, oranı gözləyirəm. Tamam. Gözləmədəyik. Yəni geriyə baxaq. Baxın yoldaşlar, burada 2 səfər altdan toxunuş var, 3 səfər altdan toxunuş var. Yenə də bu gəlib orada toxunuş etməlidir. Ondan sonra dönüşümü gözləyirik. Toxunuşdan sonra market yönünü değişdikdə artıq avtomatik biz oradan sell out girəcəyik. Hər şey gözləmədəyik.
Tamam, burada bir dənə slot giririk. Ay ay ay, tez bağladım ya. %78 ilə bağlamaq istədim. 27 mənfiyə düşdüm. Olan şeydir. Əməliyyatı bağlamaq istəyərkən düşdü. 27 dollara. Heç bir problem yoxdur. Scalp etməyə çalışıram uşaqlar. Bax, scalpımız nədir? Buraya məsələn giriş etmək istəyirdim. Bilirdim ki, yəni toxunuş olmaya da bilər. Toxunuş olmadan da qalxım artım yaşaya bilər. O səbəbdən tamam uşaqlar, buradan slot giririk. Tepəmizdə dediyim yerə zən qoyuruq. Hansı ki balan var, oraya qədər slot giririk. Allah bereket versin. 144 dollar karla çıxırıq. Scalp. Tamam mı? Görürsünüz. Niyə görə burada market, yəni ümumiyyətcə deyirəm ki, niyə görə market burada yönünü dəyişdi və mən niyə görə bildim ki, bu istiqamət bura geri qayıdacaq? Çünki yoldaşlar, burada market artıq özünə tarazlaya bilmir və fiyatları cəmləmək üçün, ən azı artış yaşaması üçün bu likvidasyonları götürməlidir, tamam mı? O yüzden də ki, məcbur olaraq market yönünü dəyişir və biz nə qədər? 138 dollar, bəli. 138 dollar karda oluruq. İndi artıq market, yəni deyirəm, yəni də mənim dərslərimdə var, yəni bu fiyat bunu almaya da bilər, tamam mı? Geri dönüş edir və burada ən azı bax məsələn likvidasyonumuzu qeyd edirik maksimum səviyyədən. Fiyat oranı götürməyib də qalxa bilər. Yəni ən azından istiqaməti bəlli edir ki, yəni mən bura qədər dönüş yaşamalıyam. Çünki marketdə heç olmasa 100%lik alanı doldurmasam da heç olmasa 80%lik, 70%lik alanı doldurmalıyam ki, yenidən yönümə davam edə bilim. O yüzden yoldaşlar, görürsünüz,
Marketi yenidən ora qədər geri dönüş edir, diktasyona qədər geri dönüş edir. Sadəcə hər diktasyona qədər gəlmir də. Bəzən olur ki, məsələn, diktasiyanı götürmədən də artıb gedə bilir. Yəni mən burada şortumu, yəni təsəvvür edin ki, scalpla 1 şamlıq mən şortumu etdim, qardaş. Və oradan 138 dollar karla əməliyyata bağladım. Yəni bu sadəcə bir dərs anlamında, yəni sizləri maarifləndirmək üçün çəkdim. Yəni mən normalda durub məsələn 138 dollar karla gündəlik limitimi bağlamıram da. Yəni 138 dollar qazandım bəsdir falan. Xeyr. Gördünüz, market gəldi, yenidən oranı götürdü və ondan sonra yoluna davam edir. Bizim əsas alanımız məlum məsələdir, bax buradır. Tamam uşaqlar. Yenidən market yönünə davam edərək gedir. Yəni oradan oraya indi inşallah sonunda mən sizə əməliyyatda daxil olduğum yeri göstərəcəyəm. Bugünkü uğurumuz hal-hazırda 123 dollardır toplam. Çünki 27 mənfiyə düşdüm. Halbuki 68 100 ilə bağlamaq istirdim. Bağlayan anda birdən-birə fiyat düşdü 27-yə. 27 düşdü və zərərlə bağladım. Heç bir problem yoxdur. Və chart artaraq gedir. Məlum məsələ idi, yəni onu bilirdim. Yəni məcbur idi ki, bu burada fiyatları heç olmasa 80% də olsa fiyatları cəmləsin və ondan sonra yoluna davam etsin. Yoluna davam edə bilməzdi yoldaşlar. O buranı almamışam, mümkün deyil yoluna davam etsin. Yəni güclü bir fitil verir orada. Bu alanda da nə etmək? Təbii ki, yenə qalxacaq. Məlum məsələ. Yəni oradan buy girə bilərdim də, tamam mı? Yəni ehtiyac yoxdur. Çünki bazar manipulyasiyanın doludur. Yəni demək olar ki, manipulyasiya ilə işləyir və o yüzden yəni mən bundan qabaq bir dərs çəkmişdim, səhv etmirəmsə, scalping tanışlığı var idi falan. Bax, o budur, yoldaşlar. Yəni mən belə oxlarla qoyurdum, siz üçün belə buradan bura düşəcək və yaxud da ki, elə xüsusda ki, buradan bura qalxacaq məsələsin. Və həmin o şeydir, dərsdir, yəni o scalping, onunla gedirəm mən hal-hazırda. Belə. Çünki burada mən giriş edə bilmirəm. Niyə görə? Çünki fiyat həddindən artıq sərt qalxım yaşayıb. O yüzden də ki, mən hal-hazırda buy girə bilmirəm. Avtomatik olaraq market yönün dərhal da dəyişə bilər. Yəni mənim alanımı görmədən, gözləmədən dəyişim edə bilər o səbəbdən. Yəni qısa bir dərs çəkmək istədim sizin üçün. Bax, belə bir alanlarda qazanc necə əldə edilir, onu çəkmək istədim. Məqsəd yəni odur. Yəni fiyat arta gedir. Yəni mən oradan ora məsələ indi hal-hazırda fon hesabdır da. Məsəl üçün mənə 3 lot verir. Mən ancaq elə alanlarda məsəl üçün 10 lot falan girirəm. 138 yox, məsəl üçün 1000 dollar falan edib çıxıram. Bildiniz necə? Yəni ona görə yoldaşlar, burada hal-hazırda fon hesabı olduğuna görə 3 lot aça bilirəm. Yəni deyirəm, sonunda inşallah sizə göstərəcəm. Yəni bugünkü toplam karımız 144 dollardır. Sizlər üçün bir dənə də alan tutarıq, problem yoxdur. Bir dənə də alan tutub göstərərəm sizə. İndi short alanını gözləyirəm.
Dərədən. Bizim alanımıza gəlir hal-hazırda. Gəlir. Fiyat artıq çatır, demək olar ki. Yəni bizim təyin etdiyimiz bölgə artıq demək olar gəlib çatır. İndi bu aralıqlardan mən dönüş gözləyəcəm. Dönüş yaşarsa girəcəyəm, yəni yoxsa girməyəcəm. Əməliyyata daxil olmayacağam. Yəni bu aralıqlarda mən dönüşü gözləyəcəm. Ola bilər ki, aralığı qalxar gedər yuxarı SP alanına. Bu hansı ki bu göy xətt var, qeyd etdiyim bu göy xətt. Ona görə. Xeyr, bu qənaət bəxş deyil. Hayda, gecikdim ki bu. Görürsünüz? Heç bir problem yoxdur. Yine qoyuruq balona. Tamam, gözləyirik indi. Çünki manipulyasiya edə bilər, o yüzden. Yarasın, ışkınsa yarasın. Çok geç daxil oldum. Bu alanı mütləq dikəni doldursun.
Tamam, gözləyək. Biraz gec daxil olun. Can sağ ol. Haydi koçum, haydi. Haydi göreyim seni. Bizim giriş alanımız burada uşaqlar. Çox gec girmişəm. Bu formatda. Stopumuz. Bu niyə belə edir? Buradan uşaqlar giriş etdim. Düzü biraz gec giriş etdim ama olsun. Sağlık olsun. Tamam uşaqlar. 120 dollarla əməliyyatı bağladım. Çünki o bu skalp bununla işləyir də, bilirsiniz uşaqlar. Yəni oturub bu TP alanı gözləmirik. Yəni ki, vəsait bizə vəsait məsələn qazancımız hal-hazırda TP zonamız və yaxud da ki, hal-hazırda əməliyyatı açmışıq, hansı ki kar bizi qane edirsə, tamam, orada əməliyyatı bağlayırıq. Sadəcə burada nəfsimiz ortaya düşür. Yəni nəfsinizə qalib gəlməlisiniz qardaşlar. Yəni durum mən nə bilim gözləyim bu alanı gəlsin. Ha burada 400 dollardır. Mən halbuki burada məsələn mən nə qədər kar elədim? 144 dollar kar elədim də, tamammı? Mən oturum məsələsi burada gözləyim ki, ayda 144-dür. Qoy biraz 200 olsa, ondan sonra götürəcəyəm. Xeyr, elə bir söhbət yoxdur yoldaşlar. Yəni əgər əməliyyat məsələsinin istiqamətini dəyişdirsə, sən buradan görürsən mən əməliyyatı necə tutdum, yəni buradan dəyişəcək. Başa düşürsünüz? Bu da strategiyadan ibarətdir. Yəni mən durub nağıl danışmam burada sizə. Mən olanları fakt canlı formada sizlərə bunu göstərmək istədim ki, yəni marketin dönüş nöqtələrini təsəvvür edin ki, bir burada dönüşü tapdım, tamammı? Yəni gedən chartda dönüşü tapmaq hələ mənim traderin işi deyil, yəni uşaqlar. Daha sonra bax gördünüz bu alanı gözləyirdim, tamammı? Bu alanı. Bu alanda bilirdim ki, dönüşüm yaşayacaq. Tamam, mən bu dönüşüm düzdür. Buradan məsələn mən giriş etməli idim. Sadəcə marketdə dönüş heç olmasa bunun növbəti qara şamı görürsünüz də, yəni yaşıl şamın yanındakı qara şam. Mən gözləyirdim ki, market bu aralarda gəlsin, avtomatik qara şamla beylim bağlasın, tamam, oradan giriş edim. Sadəcə market dərhal qara şam aktivləşdi və düşüş yaşadı. O yüzden də mən bu kapanışın, yəni bağlanmasını gözləyirdim, tamam mı? Bu qara şamın bağlanmasını gözləyirdim. O yüzden də məcbur oldum, buradan giriş etdim və daha sonra qalxdı. Yəni bu fitili doldurdu. Burada fiyatlar həddindən artıq tarazlaşdırılmamış vəziyyətdə artım və satım yaşanır və daha sonra gəlir beyli ilə bağlayır və ondan sonra düşüşünü yaşayır. Yəni bugünkü karımız toplam 288 dollardır yoldaşlar. Gözəl bir şeydir. Yəni sadəcə gördüyünüz kimi, yəni mən bu alanı getdim, skalpa uyğun olaraq təyin etdim və ondan sonra skalp aşağı skalpları da bəlli etdim. Yəni bu artıq mənə aşağıları təyin etmək və analiz etmək mənə onu göstərdi ki, yoldaşlar, yəni ki bu artım pozisiyasındadır. Tamam mı? Arta gedəcək. Hansı ki bu bölgəyə qədər bizim skalp və SP alanlarımıza gəlir. Görürsüz fiyat məsələsini gəlir. Məsələn fiyat gəldi buraya can, tamam mı uşaqlar? Gəldi fiyat tamam aldı. Hə, mən deyəcəm ki, məsələn, ayda 400 dollarım var deyə mən niyə görə 144 dollarına keçdim? Mən qardaş qarantiya alıram. Niyə görə qarantiya alıram? 100 minimi qardaş mən istəyirəm ki, 1000 dolları edim, məsələn 101 min edim, tamam mı? Ondan sonra artıq yəni normal trade edə bilim. Çünki hal-hazırda mən mənfi düşməyi xoşlamıram. 100 minim mən 99 min falan görsədən də özümü pis hiss edirəm. O yüzden də məcburam ki, yavaş-yavaş qaldırım. Tamam. Gördünüz, fiyat gəldi həmin alana, məsələn, oradan da başlayacaq yenə artım etməyə. Bu qədər bəsit. Yəni sadəcə hər şey stratejidən ibarətdir yoldaşlar. Yəni bu da sizə fakt olsun, sübut olsun. Yəni deyirəm sonda inşallah bugünkü qazancımızı göstərəcəm. Düzdür bu mənfi 27'miz var. Sadəcə o mənfi 27'dəki dediyim kimi 90'da 90 idi səhv etmirəm, 98 idi neydi? Yaşıl idi. Daxil olub ora close edənə qədər düşdü. Yəni belə bir şey yaşandı. Çünki scalp edirik. Mikro scalp. Qısa vadəli işləm. Sağ olun.
Var olun, Allaha əmanət olun. Hər birinizə də uğurlar arzu edirəm. Yəni əməliyyatımız gəlib uşaqlar, narahat olmayın. Görürsüz? Əməliyyatımız gəlib. Allaha əmanət olun.